Salam aleyküm xanım və cənablar. Axşamınız xeyirli, bərəkətli olsun. Bu gün 13 mart 2026-cı ildir. Mən sizinlə belə bir mövzu haqqında müzakirə etmək istəyərdim. Bu gün bir Machiavelli, Niccolo Machiavelli üzvüsüz, yəqin ki eşitmişsiniz, çox gözəl bir alimdir. İnsanın özü üzərində hakimiyyəti haqqında çox gözəl traktatlar yazır, çox gözəl dərsliklər verir. Ümumiyyətlə, insanın hakim olmağı, özü üzərində hakim olmağı haqqında çox gözəl bilgilər verir. Machiavelli'nin bir dərsini dinlədim. Bir qısa bir dərsi idi. Bir 5-6 dərsi. Orada 3 dənə şeydən. Mən ümumiyyətlə hər zaman mən həm dinləyirəm kimi müəyyən filosoflar var. Məsəl üçün, deyək ki, Aristotel'dir, Platon'dur, Sokrat'dır, ondan sonra Spinoza'dır, Hegel'dir. Hegel mənim ən sevdiyim filosoflardan biridir. Qərb fəlsəfəsinin ustadı sayıram Hegel'i. Kant'dır, biraz Nietzsche'dir, həm şeylər bu kimi ünsürləri dinləyirəm. Ateist düşüncələr. Mən bir şeydən heç vaxt anlamadım, bir şey anlamadım ki, olasan filosof və ateizmlə məşğul olsan, bu mənə heç bir dərk etmək imkanı çatmadı, girmədi mənim beynimə ki, filosof olsun və ateist olsun. Eləcə də məşğul olan psixologiya ilə səthi məşğul olan mən psixolog deyiləm, həmçinin filosof deyiləm. Sadəcə bunları mütaliə aparım. Yəni Spinoza ən sevdiyim psixolog, analitik psixoloqun banisi Carl Gustav Jung'dur. Adler'ə az-maz baxıram. Yəni belə bir nəticə çıxartmışam ki, belə bir 3 dənə ünsür haqqı, 3-4 maddə üzərində mən sizinlə işləmək istəyirəm. Yəni bu maddə nədir? Bu maddələr Niccolo Machiavelli'nin dərsindən götürmüşəm. Mən hər zaman onu dinləyirəm, amma onun traktatlarını özümə görə şərh edirəm. Birinci traktatda yazır, belə bir irəli sürür, belə bir nəzərə elə sürür. Birinci maddə. Deyir, insan mütləq yolda bir-birindən yarış aparmalıdır, keçmək, ötmək. Və hər bir yola əl atmalıdır ki, ötsün. Hər bir, hətta hiləgərlik, hərəkətlərəcuzluq ki, irəlidə olsun və ötsün səpərlikini, yəni rəqabət aparan şəxsi. Rəqabət olmalıdır, ötüş olmalıdır və bu da davamiyyət bizdə ki, bu dünyada yaşayırıq, olmalıdır. Ancaq Machiavelli'nin dediyi kimi hər bir yolla yox, hiləgərlik yoluna yox, nəsə bir qeyri-düzgün yolla yox. Bu hansı halda baş verməlidir rəqabət? Çünki insanda rəqabət olmazsa o aşağı səviyyədə olur, heyvan səviyyəsində olur. Mən yenə irəli getməliyəm ki, mütləq və mütləq mən hədəfə çatım. Yəni şaquli hədəf, üfuqi yox, şaquli hədəf olmalıdır ki, mən çatım nəyə? Hədəfə. Bunun üçün də mən təlimatı kamil əldə edib təlimat üzərində yarış aparmalı. Məsəl üçün, idmançılar neyinlər? Profesional idmançılar mütləq trenerin təlimatı açısında məşq edirlər və məşqlərin hesabına da qalib gəlirlər. Eləcə də bizim təlimatımız var. Bu təlimatlar əsasında biz oxumalıyıq, onu həyata keçirmək, o əsasda biz girməliyik nəyə? Rəqabətə. Yaxşı halda rəqabət, pis halda rəqabətə yox. Bildiniz? Məsəl üçün, mən hər hansı bir naqislik mənə baş veribsə, hər hansı bir ağrı acı mənə baş veribsə, o ağrı acını hər hansı bir fikirlərlə o dalmaq yox, yəni rasional düşüncə ilə və qoyulmuş təlimatla mən irəli getməliyəm və rəqibimi ötməliyəm. Mənim rəqibim yerində qalsa da mən onu ötüb geçməliyəm. Yəni, bu barədə mən Niccolo Machiavelli'nin ki, insan hər nə yol olursa olsun, hətta dələduzluq və digər naqis yollarla
öz rəqibini ötməlidir, irəli keçməlidir. Mən bununla razı deyiləm. Bu birinci maddə, hansı ki mən razılaşmadım. İkinci maddədə Machiavellinin hansı kəlməsi ilə mən razı deyiləm. Machiavelli buyurur, həqiqət bizim zaman elə zamanlı ki, həqiqət illüziyanın qarşısında, önündə zəifdir. Bu bir tərəfdən düz deyir, amma digər tərəfdən düz demir. Bu hansı tərəfdən düzdür? Mən sizə deyim də, həqiqət niyə illüziyanın qabağında? Çünki burada kütləvi informasiya vasitələri kivlər. Yəni insanların beyni o qədər hazırlayıblar, yəni o qədər beyni tam özlərinə uyğun təsis ediblər ki, öz illüziyalarını, həqiqəti örtüb öz illüziyalarını irəli sürürlər. Bu tərəfdən düz deyir. Bu tərəfdən düz deyir. Amma digər tərəfdən yox. Ne işi o adamlar kütləvi informasiya vasitələrinin təsiri altında düşürlər? Çünki onların hər kəsin öz həqiqəti var. Eşitmişsiniz, söhbət edir ki, hər kəsin öz həqiqəti var. Hər kəsin öz həqiqəti yoxdur. Həqiqət bir dənədir. Bir dənə. Hər kəsin öz həqiqəti yoxdur. Mən özüm təsis etdiyim həqiqət, özüm fərdi düşüncəmlə təsis etdiyim həqiqət düzgün doğru deyil. Mənim bir fikir dostum var idi. O həmişə beyni ilə öz həqiqətini təsis edirdi. Həmişə onu deyim ki, sən doğru təsis etmirsən. Sən mənbə yoxdur, məlumat yoxdur. Sən fəlsəfə oxumamısan, sən psixologiya oxumamısan, sən fəlsəfənin daxilində olan məntiq, epistemologiya, antologiya, yəni bunları oxumamısan. Sən analitik psixologiya, ümumi psixologiya oxumamısan və yaxud da ki, sosiologiya oxumamısan və bunun əsasında sənin fərqli çıxartdığın həqiqət yanlışdır. Çünki bütün bunlar hamısı əldə etməlisən ki, elmi bir məcmua şəklində edib sintez eləməlisən və ondan sonra təlimat əldə etməlisən, o təlimatla sən həqiqəti tapmalısan. Əgər ki, o həqiqəti tapsan, demək ki, artıq o həqiqət illüziya qabağında heç zaman zəif ola bilməz. O həqiqət həmişə ucalarda ola bilər. Diqqət elədiniz mən nə deyirəm? Ona görə Machiavellinin bu kəlməsi ki, həqiqət illüziyanın qabağında zəifdir, mən razı deyiləm. Həqiqət birdir. Amma insanların yaratdığı həqiqət onların həqiqətidir. Onların naqis və kamil olmayan həqiqətidir. Həqiqət milyardlarla deyil. Bu ikinci maddə. Bu mənim düşüncəmdə, mən yenə deyirəm, naqis ola bilərəm, mənim fikirlərimi sizə bəyənməzsiniz. Sadəcə mən öz fikirlərimi sizə bölüşürəm ki, siz də öz dahi elminizlə, dahi IQ-sizlə mənim səhvlərimi aradan qalxırasınız. Üçüncü maddə. Üçüncü maddədə belə bir şey deyir, qorxu. Qorxuya tərif verir. Mən qorxuya necə yanaşıram, mən sizə deyim də, qorxuya eşq prizması ilə yanaşıram. Deyim sizə. İnsan həyatı elə bir şeydir ki, insan istəyir pis sahədə, istəyir kamil sahədə, istəyir təkamüldə, istəyir tənəzzüldə öz bu 4 dənə ünsürü, saydığım ünsürü icra edir. Məsələn, mərifət, birinci maddə. Qorxunun daxili, bu qorxu maddəsinə aid olan bir şeydir, disturdur. Mən bu disturu qoşmuşam. Bu distur nəsə deyirəm. Birinci maddə, mərifət. Mərifət yəni hər hansı bir predmet haqqında, hər hansı bir anlayış haqqında, hər hansı bir məfhum haqqında elmi əldə edəcəksən də, yəni o sənə məşğul, cəhl qalmır. Məşğul cəhl sözüdür də. Cəhl sözü məşğulda götürüb, elm sözü də məlumdan götürüb. Yəni məlumatlanmaq, elmli olmaq. Yəni mərifət elə bir kəlmədir ki, bu predmet haqqında, bu anlayış haqqında mənim mərifətim, elmim olur. Elmim olandan sonra gör ki, mənim xeyrim var burada, mənfəətim var. İnsan mənfəətpərəstdir. Məsələn, pula mənfəətim var, o mənbəyi üzərində işləyirəm. O sahədə işləyirəm, artırıram. Düzdür?
Həqiqət haqqında məsələn işləyəndə mən artıq gerçəkliyi biləndə mən biləndə ki, həm mənəvi dünya mənimdir, diqqət edin. Həm maddi dünya mənimdir. Artıq bunu mən maarifə əldə edəndən sonra həmin bu maarifə mən nə əldə edirəm? Mən eşq bəsləyirəm, sevgi bəsləyirəm. Diqqət edin. Sevgi bəslədiyim üçün də mən artıq onu öz əməllərimə vərdiş sisteminə salıram. Sistematika gedir, vərdiş sistemi. Buna diqqət edin. Yəni birinci maddə mərifət. Həqiqəti tapıram, onu anlayıram. İkinci maddə bu mərifətə eşq bəsləyirəm. Bu mərifətdən əl çəkmirəm. Və üçüncü maddə eşqimə görə bu mərifəti maddi dünyada icra edirəm. Diqqət edin. Və nəhayət qorxu. Dördüncü maddə çatdım, qorxu. Və o qədər bunun mənfəətini mən götürürəm ki, mən qorxuram. Yəni, qorxuram ki, bunu əldən buraxım. Mən hər an, hər zaman özümü nəzarət altında saxlayıram ki, bu mənfəəti itirməyim. Diqqət edin. Mən qorxunu belə bir sahədə idrak edirəm. İstəyir bu qorxu olsun. İstəyir bu düstur olsun. Yaxşı tərəfdə, istəyir bu düstur olsun, pis tərəfdə. Fərq eləməz. Fəqət yaxşı insan yaxşılığa götürür, pis insan pisliyə götürür. Necə Nur surəsində deyirik, gözəl xanım gözəl kişiyə, çirkin qadın çirkin kişiyə. Yəni, bu arada hər bir insan həyatda belədir də. Yaxşı həyat yaxşı adama, pis həyat pis adama. Pis həyat deyəndə problemlər o pis həyat deyil, fəqirlik pis həyat deyil, o fəqirliyi zadı, o pis həyatı mən özüm yaradıram və bu həyatdan, bu pis həyatdan özümlə çıxa bilərəm. Fəqirlikdən özümlə çıxa bilərəm. Bu deməli ki, mən pis həyatım var, mən pis adamım. Yox, əsla. Və əbədə. Bu özü bir imtihandır, bu özü bir dərslikdir, bu özü bir kəmalətdir. Yəni, bu qədər əziz dostlar, minnətdaram sizə. Selamun aleyküm və rəhmətullah və bərəkatuhu.